მოგესალმებით. Თქვენ აღმატებულება ბატონო პრეზიდენტო. Hamınızı salamlayıram. Zat əlləri cənab prezident, hörmətli nazirlər, xanımlar və cənablar, mətbuat nümayəndələri. İlk öncə Gürcüstanın əziz dostu cənab İlham Əliyevə Gürcüstana səfər etdiyinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Onun Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir. Cənab Prezident, sizi Gürcüstanda qəbul etmək və həm iki tərəfli əməkdaşlığa aid məsələləri, həm regiondakı cari prosesləri müzakirə etmək imkanından məmnunam. Mən bu fürsətdən istifadə edərək bütün Gürcüstanın Katolikos Patriarxın, Zad-i Müqəddəsləri 2-ci İlyanın vəfatı ilə əlaqədar Azərbaycanın və şəxsən sizin verdiyiniz başsağlığına görə dərin təşəkkürümü bildirirəm. Xalqlarımızı əsrlər boyu yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayır və bu məntiqi olaraq dövlətlərimiz arasında güclü strateji tərəfdaşlıqda əks olunur. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir və bu prosesdə biz sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk. Mən həmçinin həmin münasibətlərin inkişafında xüsusi rol oynayan nümayəndə heyətinin üzvlərinə, hökumət üzvlərinə və səfirlərə təşəkkür edirəm. Mən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqları, suverenliyi və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdar qalacaq. Bugün keçirilmiş görüşümüz çərçivəsində biz nəinki iki tərəfli münasibətləri, eləcə də Cənubi Qafqaz regionunun bütövlükdə gələcəyini müəyyən edən məsələləri təfərrüatla müzakirə etdik. Bu xüsusda biz Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yan-yana yaşama, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivləri açır. Qlobal geosiyasi dəyişikliklər ümumiyyətlə orta dəhlizin vacibliyini, o cümlədən Qara Dəniz və Cənubi Qafqaz regionunun strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya ilə Avropanı birləşdirən körpü olaraq ölkələrimiz daşımalarda mühüm rol oynayır və bu baxımdan biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan və Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq. Görüş zamanı biz həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticari tərəfdaşlarından biri kimi qalır və gözləyirik ki, iqtisadi münasibətlər həmçinin artırılan sərmayələr sayəsində daha da dərinləşəcək. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazırlığımızı ifadə etdik. Əminəm ki, strateji tərəfdaşlığımız, xalqlarımız və ölkələrimiz rifahı naminə uğurla inkişaf etdirməkdə davam edəcək. Prezidentin səfəri bu baxımdan mühüm rol oynayır. Yekun olaraq, Cənab Prezident, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyiniz şəxsi töhfəyə, səfərə gəldiyinizə və məhsullar əməkdaşlığa görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, iki tərəfli münasibətlərin dərinləşməsi və inkişafına verdiyiniz şəxsi töhfəyə görə xüsusən minnətdaram. Çox sağ olun. Hörmətli cənab baş nazir, əziz dostlar,
Dəvətə və qonaqpərvərliyə görə cənab baş nazir sizə minnətdaram. Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Mən əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bugün müzakirə etdiyimiz məsələlər bir də onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz, bizim dövlətlər arası əlaqələr üçün möhkəm zəmindir. Əsrlər boyu Gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bugün bu ənənələr davam etdirilir. Və bugün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edirlər. Fürsətdən istifadə edərək Gürcüstanın əldə etdiyi uğurları münasibəti ilə sizi və hökumətinizi təbrik etmək istəyirəm. Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Və təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı Gürcü xalqıdır və sizin apardığınız siyasətdir. Və biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcək. Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur. Və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də biz çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bugünə qədər 3,7 milyard dollar Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına qoyulmuşdur. Biz bugün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq. Həm Azərbaycana, həm Gürcüstana və ola bilər nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu da nəzərdə tutula bilər. Təbii ki, hər dəfə görüşəndə biz bir çox məsələləri müzakirə edirik. O cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələləri. Bugün də istisna deyil. Bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur. Və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtı ilə buna oxşar mənzərə mövcud idi, amma bugün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir və burada Gürcüstanın rolunu da mən xüsusilə qeyd etmək istərdim. Cənab baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün sadəcə olaraq imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Və bugün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir və buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.
Energetika sahəsində Azərbaycan uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bugün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixracın başlanğıcı yenə də Gürcüstandan başlayır. Və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır. Həm Azərbaycan üzərindən keçən Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan Gürcüstan üzərindən keçirilir. Və bu mövcud olan infrastruktur haqqında biz kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir və Cənub qaz dəhlizi də ondan sonra icra edilmişdir və bugün bu infrastruktur əslində böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Və bu dəhlizlər üzərindən biz sonra nəqliyyat dəhlizlərini də inşa etdik və bugün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və bizim üçün bu əsas nəqliyyat damarıdır. Və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir. Bir sözlə, bizim iki tərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Biz yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili əlbəttə ki, bizim iki tərəfli münasibətlərimizdir. Bizim münasibətlər, deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Və əminəm ki, bu yolla biz bundan sonra da uğurla gedəcəyik. Fürsətdən istifadə edərək qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq, firavanlıq, xoşbəxtlik arzulayıram. Bir daha dəvətə və qonaqpərvərliyə görə sizə minnətdaram.